Bəli. bu gələndən korrupsiya və rüşvətxorluğu yığışdırıb, qanunların normal işləməsini təmin edibdir. Bəli. Ölkədə qanun, qayda və necə deyirlər, az qala Avropa standartlarına yaxın olan bir vəziyyət yaranıbdır. Erməni ayıq xalqdır. Erməni görmür ki, bu böyük işlər görür. Bu, gedib Paşinyandan bir dilənçi, tutalım ki, 5 dram pul istəsə, əlinə cibinə atıb 5 dram pul çıxmayacaq. Çünki bu bədbaxt oğlu bədbaxt hər şeyini erməni xalqının dəyişməsinə və firavanlığına yönəldibdir. O söz veribdir. Mən bu erməni xalqını dəyişib mədəni xalqlar sırasına qaldıracağam. Doğrudan da erməni xalqı dəyişməlidir. Erməni xalqı kimi Düşüncəsini dəyişməlidir. Düşüncəsi dəyişməlidir, mədəni səviyyəsi dəyişməlidir, həyata baxışı dəyişməlidir, Bəli. həyat tərzi dəyişməlidir. Ondan sonrasında qonşulara münasibət dəyişilməlidir. Nə vaxta qədər özünün torpaqlarını qoyub Türkiyə torpaqlarına, nə bilim İranda da müəyyən torpaqlar, Azərbaycanlıların yaşadığı torpaqlara, sonra bu Azərbaycan Respublikasının torpaqlarına göz tikəcəksən. Sənin 29.000 kvadrat kilometrlik ərazin var, ək-becər artıqlaması ilə sənə bəs edəcək. Dünyada hamısı erməni diasporasının doğudur. Səni təmin etməkdə davam edəcəklər. Ən başlıcası isə ölkədə qanunun gücü, qanun işləyəcək. Hər şey qanuna tabe olacaq. Heç kim qanunu şah elan eləyərək onunla insanları əzməyəcək. Qulağımızın dibində nümunəvi bir respublika qurulacaqdır. Və Rusiya artıq Ermənistanı itirir deyə bilərikmi, yoxsa hələ? Tamamilə. Rusiyanın özü başının oyundadır. Kimdir bu söhbəti yayır? Rusiya heç yana hücum edə bilməz. Bir dənə nüvə silahı var, nüvə silahı ata bilər.